Salam əziz 1-ci sinif şagirdləri və valideynlər. Hər birinizi xoş gördük kanalımda. Bugündən etibarən 1-ci siniflər üçün Körpü nəşriyyatına aid olan riyaziyyat kitabındakı test və tapşırıqları sizinlə birlikdə həll edəcəyik. Başlayalım uşaqlar. İlk suallarımız səhifə 4-dən başlayır. 1-ci bölmə əşyanın yeri. Gəlin baxaq 1-ci sualımıza. Hansı şəkildə sərçə ağacın sağındadır? Baxırıq uşaqlar, A bəndində önündədir, B bəndində solundadır, C bəndində sağındadır. Baxırıq uşaqlar, ikinci sualımıza. Hansı şəkildə kök boz dovşanın sol tərəfindədir? Baxın, boz dovşan deyir. A bəndində ağ dovşandır, B bəndində boz dovşanın solundadır, C bəndində sağındadır. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar, üçüncü sualımıza. Hinin sağında neçə cücə var? Diqqət tələb edir. Baxırıq uşaqlar, sağ deyir. Sağ. Bura sağdır. Sol. Sağında neçə cücə var? 1, 2, 3, 4. Neçə oldu? 4. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar, dördüncü sualımıza. Ağacın üstündəki səma cismi hansıdır? Baxırıq uşaqlar, sağ tərəfində aydır, sol tərəfində ulduzdur. Ağacın üstündəki səma cismi nədir uşaqlar? Günəşdir. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar, indi də 5-ci sualımıza. Baxaq 5-ci suala. Pişiyin önündə neçə balası var? Bizdən pişiyin ön hissəsini soruşur. 1, 2, 3. Neçə oldu? 3. A bəndi. İndi isə baxırıq uşaqlar 6-cı sualımıza. Baxağın 6-ya. Toyuğun önündə neçə balası var? Önündə deyir uşaqlar. Baxın, toyuğun önündə. 1, 2, 3, 4, 5. Neçə oldu? 5. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar 7-ci sualımıza. Hansı alma qabın içindədir? Baxın uşaqlar, qabın içində alma nədir? Qırmızı alma. Cavablara baxağın. A bəndi qırmızı, B bəndi sarı alma, C bəndi yaşıl alma. Əlbəttə ki, qırmızı alma. Cavabımız olur A bəndi. İndi isə baxırıq uşaqlar 8-ci sualımıza. Oğlanın yeri ilə bağlı fikirlərdən hansı doğrudur? Baxırıq, oğlan maşının solundadır, oğlan maşının arxasındadır, oğlan maşının sağındadır. Əlbəttə ki, oğlan maşının solundadır. Cavabımız olur A bəndi. Uşaqlar 9-cu sualımıza. Dovşanın yeri ilə bağlı fikirlərdən hansı doğru deyil? Baxırıq, kələmin önündədir, doğrudur. Kökün arxasındadır, doğrudur. Kələmin arxasındadır, xeyr. Kələmin önündədir. Cavabımız olur C bəndi. Baxırıq uşaqlar, indi də 10-cu sualımıza baxaq. Hansı şəkildə güldandakı mavi gül qırmızı güldən hündürdür? Baxın, A bəndində mavi gül. Baxın, B bəndi, C bəndi. Hansında hündürdür? Əlbəttə ki, B bəndində. İndi isə baxırıq uşaqlar, 1-ci bölmə üzrə test 2-yə baxaq. Əşyanın yeri davam edirik. Şəkilə əsasən qələmin yerini müəyyən edin. Gəlin baxaq. Qələm dəftərin sağındadır, qələm dəftərin solundadır, qələm dəftərin üstündədir. Baxın uşaqlar, sol, sağ. Qələm hardadır? Dəftərin sağındadır. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar, İkinci sualımıza. Polisin sağında neçə maşın var? Bizdən nə soruşur? Polisin sağı soruşur, eləmi? Polisin sağını soruşur, eləmi uşaqlar? Baxırıq, polisin solunda bir maşın var, polisin sağında 2 maşın var. 1, 2. Cavabımız olur B bəndi. Baxırıq uşaqlar, 3-cü sualımıza. Dərzinin istifadə edəcəyi göy sapın yerini müəyyən edin. Baxın, dərzi hansı sapdan istifadə edilir? Göy sapdan. Hardadır? Bax, burada. Baxırıq, qarşısında, sağında, solunda. Əlbəttə ki, hardadır uşaqlar? Qarşısında. Cavabımız olur A bəndi. Baxırıq 4-cü sualımıza. Kələm yeməyi çox sevən hansı heyvan qəfəsin içindədir? Qəfəsin içində pişik, qəfəsin üstündə dovşan, qəfəsin içində dovşan. Əlbəttə ki, qəfəsin içində dovşan. Çünki dovşan kələm yeməyi çox sevir. Cavabımız olur C bəndi. Baxırıq uşaqlar, indi də 5-ci sualımıza. Hansı rəngli qələm daha çox istifadə olunub? A bəndi, B bəndi, C bəndi. Hansı daha qısadır uşaqlar? Əlbəttə ki, C bəndi. Baxırıq uşaqlar, indi də baxaq 6-cı sualımıza. Tülkü toyuğu tutmaq üçün hansı istiqamətdə getməlidir? Baxın uşaqlar, tülkü buradadır. 2 dama yuxarı, 2 xana, 1 xana sola.
Hansı bəndimiz uyğundur? Əlbəttə ki, A bəndimiz. Baxırıq uşaqlar 7-ci sualımıza. Şəkilə əsasən aşağıdakılardan hansı yanlışdır? Yəni səhvdir. At ağacın solundadır, at ağacın arxasındadır, ağac atın önündədir. Eləmi? Əlbəttə ki, ağac atın önündədir, at ağacın arxasındadır, ancaq at ağacın solunda deyil. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar 8-ci sualımıza. Toyuqla qarşı-qarşıya dayanan neçə cücə var? Baxın, burada 4 cücə var, ancaq bu cücə toyuqla qarşı-qarşıya dayanmayıb. 1, 2, 3 cücə toyuqla qarşı-qarşıya dayanıb. Cavabımız olur A bəndi. Baxırıq uşaqlar 9-cu sualımıza. Yaşıl şarın sağında hansı rəngli şar yoxdur? Baxırıq, yaşıl şardır, sol, sağ. Sarı var, bənövşəyi var. Hansı yoxdur? Əlbəttə ki, mavi rəng yoxdur. Baxırıq uşaqlar, indi də 10-cu, sonuncu sualımıza baxalım. Dovşanın önündə neçə meyvə var? Baxın, dovşan, önünə baxırıq. Armud, çiyələk, banan, heyvanar. Neçə oldu? 5. Cavabımız olur C bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.